Burada deməli pH bərabərdir 4. Yəni pH 7-dən kiçikdir. Yəni turş mühit, yəni hidrogen iyonu təmsil edir. Burada pH bərabərdir 10. Bu pH böyükdür 7-dir. Yəni qələvi mühitdir. Dərhal biz pH-dan pOH-a keçməliyik. Əgər pH 10-dursa, onda pOH 4-dür. Çünki pH üstə gəlinsin pOH bərabərdir 14. Bu 10'dursa bu da 4'dür. Deməli artıq görürük ki, burada hidrogen iyonunun qatlığı 10 üstü mənfi 4'dür. Burada da OH iyonunun qatlığı 10 üstü mənfi 4'dür. Təbii ki, burada artıq qatlıqlar eynisə həcmə diqqət etmək lazımdır. Yazıb sağdakı məhlulun həcmi çox olarsa, burada tutaq ki V5'dirsə, burada da V4'dürsə, artıq burada görürsünüz ki, C ilə V-nin hasili alınan nü daha çoxdur burada. Yəni OH üstünlük təşkil edir. Ona görə burada olacaqdır əsasi mühit. Amma solda olsa elə, yəni ki, bura yazsam V bərabərdir 5, bura V bərabərdir 4, onda hidrogen iyonunun qatlığı çox olacaqdır. Onda turş mühit olacaqdır. Ancaq həcmlər bərabər olan neytral olacaq. Doğru cavab 1, 2, 3 D bəndi olmalıdır.